Arkadaşlar xoş gəlmisiniz yeni YouTube vloguma. Hazırda tipim pisdir. Deyim nə videosu çəkirəm. Bugün axşam vlog çəkirəm. Çünki günümün yarısı gedib. Hal-hazırda tipim pisdir. Çünki hamama girirəm. Və istədim ki, hamama girmədən əvvəldə videom başladım ki, o da mənim bir rutinim sayılır. İndi girirəm hamama. Sonra görüşərik. Bye bye. Uşaqlar, mən hamamdan çıxdım, bir 45-50 dəqiqədir ki, hamamdaydım. Başımı uzadım, yudum və hal-hazırda mama otağı yuyur. Otağı deyəndə hamamı yuyur. Və hal-hazırdakı videom çox pisdir, özümdən qorxuram. Üzüm dünən makyaj eləmişdim. Yuduğum halda hələ də belə üzüm qapqaradır. İndi siz məndən bunu çox istəyirdiniz. Duş sonrası baxım vlog çox istəyirdiniz. Mən də bunu axşam vlogdan bir saldım. İndi bədənimə baxımlar uyğulayacağım. İlk olaraq belə bir skrabım var. Belə bir skrab qızıl rəngli və çox gözəldir. Bunu uyğulayıram bədənimə. Daha sonra 5 dəqiqə gözləyib gəlib yuyuram içine baxın. Qoxusu da yəni möhtəşəmdir, çox gözəldir. İndi bunu uyğulayaq. Heç bir reklam deyil, yəni göstərdiyim ürünlər heç bir reklam deyil. Sadəcə məsləhət kimi göstərirəm. Hamısının şəklini və qiymətini bioqrafiya qoyacağım. Dediyim kimi heç bir reklam deyil. Öz pulumdan almışam hamısını. Və bu şəkildədir, baxın, görürsünüz. Çox gözəldir. Və indi bunu bədənimə vururam. Oha. Həyatda da belə daha canlı görürsən. Bədənimə vururam, bunu yayıram. Hər tərəfinə və 5 dəqiqədən sonra gedib qollarımı yuyacağım. Bu arada bunlardan çox vurmaq olmaz, bədəni yandırır. Biraz götürüb bütün bədəninizə yaxmalısınız. Ona görə və mən belə kremsi şeylərə normalda əl vura bilmirəm. Amma bunun belə dokusu çox gözəl. Elə bir kremə yox, pambığa əl vurursunuz. Az-az götürürəm, görürsünüz. Çünki çox vurmaq olmaz, bədəni yandırır. Ona görə az-az vururam və belə içində qara-qara belə şeylər var. Stiyot kimi şeylər var. Adı bilmirəm nədir, amma hamımdan səsini soruşacağım. Belə bütün bədəninizə yaxırsınız. Sabah da lazerimin vaxtıdır. Orada bəlkə vlog çəkərəm, bir gün vlog. Bu bir onu çox götürdüm biraz, amma burada uşaq o qədər gözəldir ki, qıpqızıl rəngidir və yəni iyi, çox gözəldir. Kremsi olmamaqda artı müsbət bir yöndür. Çünki mən kremsi şeylərə əl vura bilmirəm. Hətta illər boyunca özümə falan krem vurmamışam. Yəni doğrudan məncə işə yarayır. Belə olmağından nifrət edirəm. Ona görə saçım biraz tez nəmliyə geçsin, təzdən saçımı qurulayacağım. İndi qollarım yumuşaq oldu. İndi 5 dəqiqədən sonra qol kremini vuracağım. O da şaftalı qoxuludur. Belə kremsi deyil, amma daha belə yumuşaq pambıq kimi bir şeydir. Onu da uygulayacağım, göstərəcəm. Belə bir şey var. Bu da uşaqlar. Təbii ki də baxın, bu videoda heç bir şey reklam deyil. Öz günlük rutinimi göstərirəm sadəcə sizə. Bundakı ucu yarıya gətirmişəm. Çox gözəl bir qoxusu var. Həmişə duşdan sonra vururam. Bundan da o birisi kimi çox vurmaq olmaz. Çox vursanız yandırır bədəni. Bir damcı götürüb çox vurmaq olmaz. Çünki yandırır. Tərkibindəki şeylər həm yaşıma görə, həm də ki tərkibindəki şeylər çox vurduqda insan bədəninə belə yanıqlar verir. Ona görə az-maz vururam. Qoxusu uşaqlar inanılmaz, yəni çox gözəl şaftalı qoxusu verir və yəni mükəmməldir. Kremsi deyil, çünki mən kremsi şeylərə əl vura bilmirəm. Bu videoda 15-ci dəfədir deyirəm. Amma kremsi şeylərə əl vura bilmirəm və kremsi deyil. Bu 2 dənə işlətdiyim üründür. İkisi də kremsi deyil. Belə pambıq kimi dokuları var. Çox mükəmməldir. Dilləri ekrandan iyi gəlir. Bir dənə iyiliyin görün gələcək uşaqlar. Gəlsə yorumlara yazın. Neyse, genelde heç nə uygulamıram. Ya krem vururam, ya da ki gloss vururam. Genelde krem vururam, gloss vururam. Krem sadəcə belə üzüm çox belə səpkili olan vaxtda vururam. Belə gloss vururam. Sadəcə Şeyqlamın belə glossu var. Ondan vururam biraz. Bu çox yağlıdır. Mən bunu çox sevmirəm. Bu əslində mamanındır. Ondan sonra biraz vururam. Mən yağlı glosslardan çox quru glosslar sevirəm. Amma gözəldir. Bir yemək yiyirəm. Yemək yiyənə qədər də saçım qurusun. Daha sonra gəlib saçımı qurulayacaq. Sonra da baxarıq nə yiyək. Yes. Kabak şeklini buradan götürərdim. Başımdakı bu dəsmal olmasaydı. Yəqin ki başımı qurulayandan sonra burada poz verəcəm. Hazırda yorumlarınızı oxudum və indi də yemək yiyirəm.
Dağılmadılar. Ana da yeyir, mən də yeyirəm. İndi mənim xoşum gəlmir efir qarşısında yemək yeyim. Ona görə indi efir qarşısında indi gəlirəm yeməğimi yeyim, birazdan açacağım. Bye. Yedim. İndi saçımı quruluyuram. Çünki saçım yaşlı. Çünki hamamdan çıxmışam. Bəli, heç bilmirdiniz bunları. Telefonu ayarlamaya çalışacağım, kameranı ayarlamaya. Aha. Biraz yuxarı eləyək məncə. Evet, feni çıxardırıq. Çıxardırıq. Anama bayaq deyirəm ki, mənim səs tellərim mahnı oxumaqdan yox. Giz-giz səslər çıxartmaqdan zədələnəcəm. Mama da deyir ki, düzdür. Neyse uşaqlar, indi fenin səsini buraları hızlandıracağım və səsini alacağım. Çünki fenin səsi sizi narahat edir. Çox qaranlıq ışıq. Evet. Quruladım, biraz nəmi saxladım. İndi darayacağım saçımı. Çünki tam quru eləyəndə saçım daranmır və nifrət edirəm. Mama həmişə mənə əsəbləşir bu konu haqqında. Deyir ki, mama həmişə mənə bu konu haqqında əsəbləşir. Deyir ki, saçı nəm daramaq olmaz. Amma mən də saçım tam quru olanda daraya bilmirəm. Saçım çox dolaşır və çox tökülür. Ona görə də anam hər dəfə mənim üstümə bu konu haqqında əsəbləşir və qışqırır. Niyə əsəbləşirsən ana? Və buramda milçək oturur. Çünkü yaş başı saçı kurumazdı. Belə daramaq olmaz. Yok olmaz. Nəmdə axı olmaz. Qırılır. Bax görsən saçlarınca qırıq-qırıqdır bax. Axı tam quru eləyəndə daraya bilmirəm. Niyə darama? Sən prosto onu yuyanda başını belə salırsan əlivi, artıq otları çıxardırsan, bax tullayırsan. Sən çıxartmamısan. Sənin saçında da dolaşan onlardır, bax çıxartmamısan. Onu da tökürsən evə, sonra da mən əsəb keçirdirəm. İndi onları gemdəliyim bir dəfəlik. Yox, yaşlı saçım. Quruyum qatam. Bu milçəyi də tutacağım, salacağım sənin ağzına. Quruluyum indi tam. Yox da yaxşıdır, gözlə özü qurusun, əgər üşümürsənsə. Yox, üşümürəm. Onda gözlə öz qoduna qurusun. Çox qabarıldı. Sonra da çıx balkona qəşən dara. Evi tük eləmirsən. Tamam. Bu milçəyi hardan girib? Belə qalsın onda. Hə. Okay. Okay girls. Dun 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 dun. Dun 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 dun. Burada dəsmal atmışdım. Onu götürürüm ki saçım dəsmal tükləri axtarım. Bizim evdə tək gedən qalıb sizlərlə tük teması. Mən saçım dəhşət tökülür. Hal-hazırda mənə görmüşsünüz. Çünki yerdəyəm. Siyana kimi birdən də çıxacağım. Mən saçım dəhşət tökülür. Nəydə? Və bu konu haqqında evdə arada bir tük olur da. Yəni bu mənim əlimdə olan bir şey deyil. Mama mənə dəhşət əsəbləşir. Deyir, hər yer tökdü. Mən neyini mənim saçım tökülür? Normalda saçıma bakım eləyəcəm, amma oha. Yəni saçıma normalda bakım eləməliydim, amma saçımı darayandan sonra eləyəcəm. Hələ çünki çox qabarıqdır. Hələlik belə qalsın, quruyandan sonra eləyəcəm. İndi mahnı oxuyacağım ya da bilmirəm, tapım bir şey onu eləyəcəm. Mən çəmin necə öldürüm. Öldürə bilərsən, dişinlə tuta bilərsən. Onun bir dənə qəşəng anası olardı, ona çay gətirərdi. Mən də onu istəyirəm. Qərar verdim ki, YouTube'a baxım biraz. Ya özümə baxacağım, ya Baby Monster'ın konsertlərinə təkrar ya da röportajlarına təkrar baxacağım, ya da ki Netflix'e baxacağım. Heç bir fikrim yoxdur. Ondan çıxandan sonraki üzümün bu halını çox sevirəm. Ağappaq oluram, Koreyalı qızlara oxşayıram. Bu arada burama nə olduğu haqqında heç bir fikrim yoxdur. Neçə vaxtdır belədir, yanıb mı, nə olub mu, heç bir fikrim yoxdur. Ona görə bilmirəm nə olub. Hazırda 19:31-dir. Yarım saat YouTube'a baxacağım, sonra durub saçımı qurulayaram. Nəhayət amacına qavuşdu və əlində barmağının arasına milçəyi tutdu. Bu mənim barmağımın arasında nə işi var? Tuttum. Gedirəm kebab verib. Get, ağzıma zada girər, get. Ailinə yetirəcəm. Mən uşaqlıqda bir sən nə edirdim? Bunu tuturdum meçəyə, qanadını qırıb atırdım yerə. Gəzirdə öldürmürdüm ki. Yəni ona da danışım. Mənim milçək haqqında çox böyük bir travmam və ya travma deyil, anam var. Biz əvvəllər, çox əvvəllər, mən hardasa 8 zad yaşım olan vaxtı biz həyət evində qalırdıq o vaxtda. O həyət evində də çox milçəklər olur.
İstəsən sən. Qurusun deyə. Qədəhkəndə quruyur, Hə. ipədə. Deməli o milçək evdə o qədər çox milçək olurdu ki evdə. Bir ara mən milçəklər tutmağı da çox sevirdim. Əlimə bir dənə banka götürürdüm uşaqlar. Milçək avcılığına başlamışdım. Banka ilə milçəyi tuturdum. Hardasa 50-yə yaxın gün ərzində milçək tuturdum. İnanın Allaha. Ana da mənə hər milçəyə 50 qəpik verirdi. Yəni mən evdən milçəkləri aparırdım. Yəni milçəkləri öldürürdüm, evdən azad eləyirdim onları. Ana da mənə hər bir milçəyə 50 qəpik verirdi. Və ilk olaraq hobbi olaraq eləsəm də sonra pulun adını eşitdim və daha çox milçək tutmağa başladım. Və gün ərzində 50-dən çox milçək tuturdum mən. Yəni çox böyük bir travmam və ya anım var bunun haqqında. Ona görə xahiş edirəm o milçəklərin ailəsi mənə bağışlayın. Hazırda yarım saatdır televizora baxıram adıyla, telefonla oynayırdım. Sizin yorumlarınızı falan oxudum. İndi də gəldim saçımı qurulamağa, nə idi? Daramağa. Bura mənim ən qorxduğum yerdir, yəni çünki kameram burada sabitləndə elə pis oluram. Hər an düşəcəkmiş kimi hiss eləyirəm. O hissə qapıram, o hissdən nifrət edirəm. Ona görə İnşallah düşməz deyə ümid eləyirəm. Xahiş edirəm düşməsin. Və hər dəfə bu dəsmal burada olur və arxadakı yerdə həmişə orada olur. Nəysə, siz alışmışsınız zaten. Götürüm buradan yaxşı, diqqətiniz dağılmasın. Atdım bura. Diqqətiniz dağılmasın. Sadəcə burası sizi biraz narahat edəcək, o da uşaqlar. Olar elə şeylər. Kamera açısı məcburam ki, belə olsun. Keçdik saç baxımına. Saç baxımımı çox sevirəm. Ən çox sevdiyim baxım bədən baxımıdır və saç baxımıdır. Üz baxımlarını da çox sevirəm. Bütün baxımları çox sevirəm, amma üz baxımı genəldə eləmirəm. Çünki üzümə düşərsi var, düşməyəsi var, gözün gəl. Darçın sprey qalmıyor. Dağlı xəydə oradadır. Amma xəydə axı. Darçın yox, xəylə lavrovlu üstündədir. O saç dökülməyə qarşı. Lavrovlu sana. Elə o içində də bir Ha. Darçın suyu da işlədirəm normalde, amma darçın suyu qalmıyor. Hal-hazırda Lavrovlis dəfnə yarpağı və mixək suyu qalıb. O da ikisi qarşı. Genelde darçın suyu da işlədirəm, amma hal-hazırda qalmadı. Çünki məcbur sadəcə bunu işlədəcəm. Hələ başlayaq. Saçım yupulmuş axı. Özümü yəni daha təzədən çimizdirirəm də, amma ondan çıxandan sonra bu spreylərlə darçın olsun, mixək olsun. Yəni təzədən çimizdirirəm genelde. Hətta mən darçın suyunu əvvəllər üzümə də vururdum. Üzümü parladırdı. Sonra mənə dedilər ki, vurma, üzə ziyandır falan. Məcbur vurmadım. Dedilər üzdə tikləri çoxaldır. Mən tik konusuna aşırı qorxan biri olduğum için məcbur tərk etdim. Baxın, əməlli çimizdirdim aslında. Şöyle çim elədim təzədən. Baxın, hazırda saçım həm parladı, həm də yumuşaldı daha çox. Yəni çox gözəl bir şeydir. Daha sonra təzədən üstündən bir dəfə bax belə gedirsiniz, bir dəfə də belə gedirsiniz. Bilirsiniz necə belə götürürmüşcəsinə. Yəni elə bil ki neysə yığırmışcasına götürürsünüz və onu daha çox saç diblərinə yayırsınız və bu da daha çox xeyir eləyir. Baxın belə. Axşam vlogunun çox baxım vloguna döndü, amma genelde mən vlogum belə olur. Burada bugün 6-cı gündür. Saat 8 tamamdır. Yəni bilmirəm neçədə atarım, amma çəkdiyim saat hal-hazırda budur. Bakın saç dökülməm genelde azalıb. Yəni məncə azalmalıydı zaten. Tamam. Əlavə olaraq bir də bu yağdan vururam saçıma, hal-hazırda qutarıb da. Görürsünüz, bütün baxım məhsullarımı yeniləməliyəm. Bundan çox xoşum gəlmir. Saçı çox xeyirdir, amma mən yağlı şeylər əl vuramıram və bu yağlıdır. Nifrət edirəm ona görə. Bunu genel olaraq vurmuram, amma bugün vuracağım çünki vururam. Yəni keyfimə düşəndə vururam bugünkü kimi.
baxım rutinim qulaq rutinimdir. Təbii ki də qulaqda tez-tez təmizlənməlidir gigiyenik cəhətdən. Ona görə qulağımı da təmizləməyi unutmuram. Buraları biraz iğrəncdir. Buraları kəsərəm yəqin ki, ya da hızlandıraram. Qulaq gigiyenası da önəmlidir. Özərinə hamamdan sonra qulağınıza su girirsə mütləq təmizləməlisiniz. İtələmədən yavaş-yavaş qıraqlarını təmizləməlisiniz. Belə qərar verdim ki, birinci Koreya dili işləməyək. Birinci gedək. Kafe düzəldək. Və indi saçımı yığacağım. Evet, ışıq az olduğu üçün belə məcbur elədim. Saçımı belə yığdım. Necə gəldi yığdım. Çolka töksəm daha yaxşı olar. Çolkasız qaldım, narahat oluram. Belə. İndi gedək kafe düzəldək. İndi kafe eləyəcəm özümə. Çünki daha rahat kafe eləyib, daha rahat Koreya dili işləmək istəyirəm. Ona görə kafe eləyib. Kafenin belə plan bir kafelerini istifadə edirəm. Amma hal-hazırda qalmayıb evdə. Evdə niyə hər şey bitib? Ona görə acı kafedən istifadə edəcəm. Latte düzəldəcəm. Onda başlayaq. Fəsi aparatımız deyim, nə deyim. Bundan var, südü doldururuq bunun içinə. Gazı yandırım vaxta qədər. Anlıq görsənim üçün işıq gətirdim. Belə daha yaxşıymış kimi gəldi. İndi qaz orada qızır və süd doldururuq. Qoyub ki. Acilen eve alışverişe çıkmak lazımdı. Alışverişe bakalım. Evet. Evet. Ve sok. Biraz daha kafe döküyorum. Evet, şimdi sütün qaynamağını gözləyirəm. Bu aralar havalar o kadar güzeldi ki, yani ice latte hələ də içə bilirəm. Yəni çox sağ olsun ki, dünya mənə, evrən mənə belə bir şans verib. Sentyabr, hətta sentyabr nədir? Oktyabrın axırı belə olsa, hələ də ice latte içə bilirəm. Çünki havalar çox gözəldir. Ona görə ice latte yeyirik, içirik, daha doğrusu eləyirik və içirik. Hot sauce, hot sauce. Everybody wants ben hemen I'm like hot sauce. Got the mall, got shish, 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 shish. Biye. Aynen eləmirəm. Çünki içinə buz atanda sonra reaksiya verər. Ona görə ilıq məncə bəsdir. Götürürəm. Tökürəm. Bismillah. Okey, tökdüm. Köpüğü eləyəcəm. Bunun için eləyəm. İndi köpüğü eləyəcəm, gözləyin. Mama kinoya baxır burada. Kinonun adı nədir ana? Qısqanmağa baxır. Arkada da dasmalım quruyur. İndi ustamız dağılıb, ufak bir əl gəzdirib, sonra Koreya dili işləməyə başlayacağım. Onda başlayaq. Ya da yığım gəlim, nədir? Dostum, üstünə biraz əl gəzdirdim, kafem də buradadır. Köpüğü biraz əridi ama eyb yox. Soyuqdur. Ama arzusu biraz çok olur. Öyle biraz da pesok dökerdim. Neyse. İndi Koreya dili işlemeye başlayacağım. İlk önce tekrarlardan başlayacağım. Çünkü məktəb olan günlər tekrarlar çok edemem. Ona göre geçen aylarda öğrendiğim şeyleri tekrar etməklə başlayacağım. Tekrar edeyim, size hızlı modda izleyin. Başlayalım da. Lütfen yadımdan sonra sadece alma kalsın diye tekrar edeyim. Aylar yadımdan çıxıb, ayları tekrar edeceğim. Shibwol. Shibirwol. Ha, tamam. Irwol. Samwol, Sabol, Ovol, Yuvol, Çirwol, Parwol, Kuvol, Shibirwol, Shibirwol. Tamam. Tekrarladım bunda. Feilin kökündən da hissəsini atırsan, sonra yo ilə bitən nəzakətli indiki zaman formasını artırırsan. Əgər kökün son saytı a və ya yo ilə bitirsə, səslənirsə, yodan əvvəl a gəlir.
Məsəl üçün kada getmək. Kayo, kada yox. Kadadsa, məsələn, kada getmək, kayo gedirəm. Həm bu yadımdan çıxmışdı, yaxşı oldu. Əgər kökün son saytı o və ya u kimi səslənirsə, yodan əvvəl o gəlir. Yəni, məsəl üçün, o da gəlmək. Vayo. Hə. Bildim. Kada getmək, o da gəlmək, mak da yemək, maşida içmək, ik da oxumaq, sid da yazmaq, po da baxmaq, ca da sevmək. Kada getmək, o da gəlmək. Kayo gedirəm, vayo gəlirəm, masioya içirəm. Belə bir şeylər oxuyarkən hazırladığım yeməyi içməyə unuduram. Yəni, məsəl üçün, meyvə zat hazırlamışamsa, onu oxumadan əvvəl yeyirəm ya da oxuyandan sonra. Amma ən sevdiyim şey də dərs oxuyarkən bir şey, yəni yanında bir şey yeməkdir. Amma maalesef ki, dərs oxuyarkən unuduram. Ona görə içə bilmirəm və ya yeyə bilmirəm. Bunlar da zaten çox basic şeylərdir. Bunu zaten təkrar eləməsəm də bilirdim. Əsas bu dəftərə keçirir. Bu dəftər qopub bu arada. Və bu dəftərdəki çox şeyi yadımdan çıxartmışam ona görə. Mama kinoya baxır deyə uşağa biraz diqqətim dağılıyor. Sorry. İndi keçirik öbürsinə. Hada feildir bu, keçmiş zaman feili. Hada etmək deməlidir. Bu belə qalıb yəni. Hada etmək deməkdir. Amma hadanın şəkilçiləri var. Hadanın o şəkilçiləri edirəm, etdim kimi mənalarına gəlir. Amma hada özü şəkilsiz etmək deməkdir. Sizə dərs keçirəm. Hətta dayanım. Burada cədvəlim var idi, gözləyin. Hada etmək. Məsələn, kongbu hada dərs etmək. Amma heyo, kongbu heyo dərs edirəm. Bu arada bunu qeyd edə bilərsiniz, bilmirsinizsə. Kongbu hetta olanda isə etdim olur, dərs etdim, keçmiş zaman. Və kongbu hessay olanda etdim olur. Məsəl üçün, kongbu hessay dərs etdim və ya dərs etdim. Bildiniz necə? Nəzakətlilik zamanlarımız. Məsəl üçün, keçmiş zamanda kongbu hetta dərs etdim və kongbu hessaya bu daha belə nəzakətli formasıdır. Bildiniz necə? Məsəl üçün, kamsaminda bu sadə formasındadır, amma komavo deyəndə bu daha rəsmilikdən çıxır da. Bildiniz necə? Səmimi forması olur. Bu da onun kimidir. Hetta olanda sadə forması olur. Hessay olanda isə nəzakətli forması olur. Bir də Johayo və Real qaydası var, onu da deyim. Həm misə deyə özümü təkrar edirəm. Məsəl üçün, sarangeyo insanlara və ailəyə və ya nə bilim, dostuva, zadıva qarşı deyə bilirsən və ya sevgiliyə qarşı deyə bilirsən. Amma Johayo əşya, oyuncaqlara, yeməklərə, nə bilim, məsəl üçün mən qulağıcıq sevirəm. Mən kofe sevirəm. Məsəl üçün, Nanın özünə uyduram hal-hazırda, inşallah düz olur. Nanın copy Johayo. Copy real Johayo. Nə elə bir şey olacaq da. Yəni sarangeyo daha belə canlı varlıqlar, yəni ailəvə qarşı falan deyə bilərsiniz. Amma Johayo isə daha belə cansız, yəni əşyalara, yeməklərə, heyvanlara belə deyə bilərsiniz. Bildiniz necə? Bax, bir də real qaydası var. O da necədir? İsim saytlə bitirsə real əlavə olunur. Bu arada bura qeyd eləyərəm. İsim saytlə bitirsə, bu arada mən bura baxıram, təkrar eləyirəm, amma bunları zaten bilirəm. İstəsəniz daha uzun bir Koreya dili dərsi gələ bilər məncə. İsim saytlə bitirsə rıl əlavə olunur. İsim saytlə bitirsə isə ül əlavə olunur. Bu da nə deməkdir? Məsələn, namo rıl Johayo olanda ağacı sevirəm olacaq. Ya da nanın namu Johayo. Namı rıl Johayo. Baxın, görürsünüz. Belə olanda mən ağacı sevirəm olur. Amma isim saytlə bitirsə ül əlavə olunur. Sonra deyil qaydası bilirsiniz nədir? Çoxluq şəkilçisidir. Bu da məsəl üçün mən dostumla görüşəm deyil, mən dostlarımla görüşəm. Çoxluq şəkilçisidir. Dil, yəni əlavə eləyərəm bura. Üçün belə örnək verim. Deyil qaydasından məsəl üçün hakseng, şagird, hakseng deyil, şagirdlər. Və ya məsəl üçün çingo, dost, çingo deyil, dostlar. Bildiniz necə?
Bir də Sinokar rəqəmləri var. İl, samsa, oyuk, çilpal, qoysip. Əzbər bilirəm. Qalanları təkrar edirəm. Əgər istəsə daha detaylı bir izah gələ bilər. Hal-hazırda çox qarışıq izah edirəm. Özüm təkrarlayıram çünki. Əgər istəsə daha detaylı bir izah gələr. Öpürəm sizi. Mən işləyim çünki səsdən narahat olarsınız. Gedim işdim gəlim. Xırda videolar çəkirəm. Elə bilirəm ki, bir 8 dəqiqəlik, 10 dəqiqəlik videolar olacaq. O boyda çəkə videolarım 45 dəqiqə olub. Zarafatsız uşaqlar, baxın, tam deyirəm 45 dəqiqə 40 saniyə, 43 saniyə idi. İndi onu editlədim. 25 dəqiqəyə saldım. Yəni düzdür, siz məndən uzun videolar istəyirsiniz, amma yəni məcbur editləyəndə, yəni özüm istəməsəm belə editləyəndə bəzi yerlər gedir və düşür video. Yəni ilk dəfə 45 dəqiqəlik bir video çəkdim. İndi 100% deyəcəksiniz ki, kəşf 45 dəqiqəni atardım, amma məndən asılı qırfa özü gedir. Nəysə, buna da şükür, uzun videolar atmağa başlamışam zaten. İndi 1 saat zadlı videonu edirəm. Artıq sizi öpürəm. Düzdür, mən bu video çox qısa oldu. Mən fikirləşirdim, onu oynayaram, PlayStation oynayaram, başqa bir şeylər eləyərəm. Amma bu dəfəki belə olsun. Əgər bu axşam vlogumu sevsəz, bir-iki dəfə daha deyəndə istədiyiniz vaxt axşam vlog daha ataram. İndi sağ olun, sizi öpürəm. Gedim videonu, bu videonu da əlavə eləyim, bunu da düzəldim. Sonra kapak rəsmi düzəldim. Sonra onu atım ora. Öpürəm bir şey. Sağ olun, bay bay.